sehri pozulmuş dünya. Bu termin əslində 2 dəfə Schiller istifadə edir, amma bu termin Max Weber vasitəsilə populyarlıq qazanır. Max Weber sehri pozulmuş dünya deyəndə nəyi nəzərdə tuturdu? Əslində ənənəvi dünyanı nəzərdə tuturdu. Çünki ənənəvi dünya, yəni modernizmdən əvvəlki ki, həm Avropada, həm Şərqdə bütün dünya ənənəvi dünya idi və bu dünya sehirli dünya idi. Sehirli dünyanın xüsusiyyəti nədir? Nə üçün ona sehirli dünya deyilir? Çünki sehirli dünyada hər şey təpədən dırnağa bir simvolikadır və hər şeyin yeri var. Yəni bir qadın, bir kişi dünyaya gələndə o doğulduğu andan öldüyü ana qədər onun həyatı tamamilə təşkil olunub və onun həyatındakı bütün missiyalar, bütün orientirlər əvvəlcədən verilib. Yəni deyək ki, bir qadın dünyaya gəlir, o dünyaya gələndə öncə qız uşağıdır, sonra anaya çevrilir, sonra qaynanaya çevrilir, sonra nənəyə çevrilir və sonra həyatını dəyişir. Təbii ki, bu institusional bölgüdə, yəni qız olanda, ana olanda, qaynana olanda və ya nənə olanda onun etməli olduğu şeylər var. Və sehirli dünya həm də ona görə sehirli dünya idi ki, bu missiya bu dünya ilə bitmirdi. Yəni insan öldükdən sonra belə dini, dünya görüşü onun ölümündən sonraki həyatı da proqramlıydı. Yəni cənnət, cəhənnəm, əməllər, onların əvəzi və s. Hər şey təşkil olunmuşdu və orada heç bir boşluq yox idi. Burada təkcə insan münasibətlərini yox, həm də təbiətdə, yəni kainatdakı bütün şeylərin də missiyası var idi. Ulduzun, ayın, torpağın, suyun, heyvanların, əşyaların, hər şeyin mikrokosmosda yeri nə idisə onun makrokosmosda müəyyən bir analoji qarşılığı var idi. Dolayısıyla sehirli dünya ona görə sehirli idi ki, oradakı insanlar tamamilə bütün bir şəkildə yaşayırdılar və orada heç bir boşluq yox idi. Təsadüfi deyil ki, ənənəvi dünyada olan insanlar modern insanlardan fərqli olaraq öz nənənizi, babanızı gözünüzün qabağına yetirə bilərsiniz. Onların zehnindəki mentalitetdə boşluq yoxdur. Onların bütün suallara cavabı var. Bunu pis mənada demirəm. Sadəcə onlar hər şeyi mənalı görürlər və hər şeyə bir məna verirlər. Onların həyata məna vermə gücü olduqca güclüdür. Və Max Weber sehri pozulmuş dünya ifadəsini, qavramını istifadə edəndə əslində o nəzərdə tuturdu ki, modern dünya, xüsusilə protestant əxlaq, yəni riyaziyyatın və elmi alətlərin, elmi diskursun bu ənənə ilə toqquşmasında ənənəvi dünya öz gücünü itirməyə başlayır. Münasibət formaları, qadın-kişi münasibətləri, evlilik, sərmayə, hər şey, bütün konseptlər ənənə içərisində adı qoyulmuş, dəyərə sahib olan hər şey öz sahib olduğu yeri itirir və bu orientasiya itmiş olur. Dolayısıyla insanlar daha rasional, daha individual fərdlərə çevrilirlər və ənənəvi dünyadakı münasibətlər forması yavaş-yavaş buxarlanmağa başlayır və dolayısıyla da bu sehir öz gücünü itirmiş olur. Niyə evlənmirsən sualı əslində Azərbaycan ənənəsində sehirli dünyadan gələn suallardan biridir. Məsələ onda deyil ki, bu sualı verən insanlar bunu xüsusi məqsədlə verirlər. Yəni, biri deyə bilər ki, valideynlər və ya bir əvvəlki nəsil bu sualı ona görə verir ki, onlar bioloji olaraq öz davamlılığını görmək istəyirlər. Bioloqlar buna bu cür cavab verir. Və ya psixoloqlar deyə bilər ki, valideynlərimiz, nənələrimiz, babalarımız özlərini daha yaxşı, xüsusi hiss etmək üçün bizə təkidlə bu sualı verirlər. Və ya antropoloqlar deyə bilər ki, sadəcə yəni həyatda qalmaq üçün bunu eləyirlər. Və ya sosioloqlar deyə bilər ki, bu sadəcə ictimai koddur, ona görə əllərindən heç nə gəlmir. Yəni, onların matriksində, onların şuur altında, onlara verilən gəlib nəticə, onu sadəcə təkrarlayırlar. Bunların heç bir əhəmiyyəti yoxdur əslində. Bunlar parça-parça düz ola bilər, amma əslində ənənəvi dünyanın içərisində, yəni mifoloji təfəkkürdə bu sual ona görə verilir ki, sadəcə bu sualın o dünyada bir yeri var. Yəni, bu institusional bir sualdır, bir missiyadır və bu sual verilir və dolayısıyla o sehirli dünyanın bir parçasıdır. Ona görə biz bu suala, yəni
biz bu missiyadan qaçanda ki, yeni nəsil daha rasional, daha individual, daha o sehirli dünyadan qopmuş insanlarıq. Biz bu sualdan qaçanda qarşı tərəf bunu anlamır və məsələn, niyə dünya uşaq gətirmirsən? Bu sualı əslində onlar nə bizi incitmək üçün, nə də xüsusi cavab almaq üçün vermirlər. Yəni, bu suala biz onlara boş cavab verəndə və onların gözləntilərinin xaricində, fövqündə bir cavab verəndə, onlar boşluğa düşür. Çünki onların dünyasında, onların alqoritmində belə deyək, onların başa düşdüyü mənalar hövzəsində bizim davranışlarımızın heç bir yeri yoxdur. Çünki onların dünyası, ki, Azərbaycan cəmiyyəti valideynlər etibarilə nə qədər Sovet şeyindən keçsə də, hələ də ənənəvi cəmiyyətdir və bizim modern davranışlarımız onların ənənəvi kodları ilə və bu sehirli dünya ilə toqquşur. Dolayısıyla Azərbaycan hələ də öz sehrini tam itirməyib, amma sürətli şəhərləşmə, xüsusilə Bakıda ki, izləri Bakıda itirmək daha rahatdır, fərdi həyatda. Ona görə bu proses Bakıda daha sürətli şəkildə gedir. Amma deyək ki, rayonlarda hələ də insanlar sehirli dünyanın içində yaşayırlar. Məsələ burasındakı ənənəvi dünya ilə modern dünya birləşəndə bəziləri düşünə bilər ki, misal üçün modernizm gəlir və ənənəni yeyir, olduğu kimi dəyişdirir ki, onsuz da yəni ənənəvi dünyanın sehrinin pozulmasını Max Weber mənfi bir şey kimi demirdi. Amma daha sonra yəqin ki, xüsusilə 2-ci Dünya müharibəsindən sonra elmin belə deyək də mənəvi tənəzzülü öz prioritetini itirməsi, elmin gətirdiyi təhlükələr, ziyanlar kollektiv şəkildə görüldükdən sonra postmodern bir reaksiya ortaya çıxdı və başa düşdülər ki, əslində modernizm ənənə ilə toqquşanda modernizm ənənəni tam yeyə bilmir. Tam tərsinə ənənə ki, Azərbaycanda olduğu kimi modernizmlə lazım olan parçaları götürür, onu həzm-rabedən keçirdir və özünə oxşadır. Yəni yeni bir mif yaranır. Tam tərsi keçərdi. Yəni ənənə də modernizmi tam əridə bilmir. Və dolayısıyla necə ki, Azərbaycan cəmiyyətində olduğu kimi ənənə və modernizmin yeni sintezin içərisindəyik. Yəni yeni mif yaranır. Dolayısıyla əgər biz ənənəvi cəmiyyətə sehirli dünya deyiriksə, bunu ona görə deyirik ki, o dünyada onların özünə xas mifoloji təfəkkürü var. Və bu modernizm ənənə ilə toqquşanda əslində modernizm qalib gəlmir və ya ənənə uduzmur. Tam tərsinə yeni mif yaranır. Bu məsələnin bizə aidiyyəti budur ki, Azərbaycanda da yeni mif yaranır. Yəni yeni insan modelləri, gənclər, onların təfəkkürü tam Azərbaycanlıqdan da çıxmır, amma tam da modernləşmir. Amma modern alətlər bizim həyat tərzimizi dəyişdirir. Texnologiya, deyək ki, hər gün valideynlərlə, mən indi qürbətdəyəm, hər gün valideynlərlə danışıram. Bu yeni bir mif forması yaradır. Yəni mənim həm onları əvvəlki nostaljik onlarla münasibətim yoxdur, çünki hər gün görürəm, amma eyni zamanda yenə də danışıram və gedib üzbəüz görüşəndə yenə aşağı-yuxarı eyni hissləri yaşayacağam. Yəni yeni bir münasibət forması yaranır. Qadın-kişi münasibətlərində yeni forma yaranır, çünki çox sürətli parametrlərin içərisində, texnoloji parametrlərin içərisindəyik. Bu əlbəttə ki, ənənəvi kodları çıxardır. Yəni nəinki valideynlərimizin, nənələrimizin, babalarımızın belə əlində artıq yəni ki, internetə sürətlə girən, yəni telefonlar var və onlar YouTube-dadılar, TikTok-dadılar, Instagram-dadılar. Həm də qəribə şəkildə o mifoloji dünyada yaşayırlar. Dolayısıyla tamamilə yeni bir mifoloji struktur yaranır və bu sehirli dünya həm pozulur, həm də qəribə şəkildə mutasiya edir. Biz bu prosesdən keçəndə, yəni ki, çox başa düşmədiyimiz, qəribə şəkildə modern prosesdən keçəndə əslində öz mifoloji sürətimizi, öz mifoloji strukturumuzu yenidən yaratmaq anlayışına sahib olmalıyıq. Çünki yəni təbii ki, yeni bir mif yaranır, amma bu mifin səviyyəsi, çünki deyək ki, Polşada bunların da özünə xas mifi var. Bunların da özünə xas şəhər həyatı, ailə həyatı, deyək ki, buradan sol tərəfdən ailə keçir. Onların özünə xas bir dünya görüşü var və müəyyən qədər modern, müəyyən qədər katolikdirlər, müəyyən qədər mühafizəkardırlar və bu onlara xas yeni bir həyat forması yaradır. Almanların özünə xas mifi var və Azərbaycanlıların da öz mətbəxi ilə, öz qadın-kişi münasibətləri ilə, müasir texnoloji alətlərdən özünə xas mif yaranır. Məsələ burasındakı, əgər bu mif yaxşı təşkil olunmasa, yəni mifi istifadə edən bu vasitələri şüursuz şəkildə necə gəldi istifadə edirsə, əslində bir çox halda bu yaxşı təşkil olunmamış bir mif olur və içində yaşadığımız dünyanın, yəni modern dünya ilə ənənəvi dünyanın toqquşduğu hövzədə biz ənənə və modernizmlə toqquşmanın ortasında yaxşı təşkil olunmamış bir mifin içinə düşmüş oluruq. Hal-hazırda Azərbaycanın keçdiyi proses, yəni
mifoloji yeni mifin, yeni cəmiyyət həyatının yaradılmasında ən böyük problemlərdən biri budur. Çox səthi, üzərində düşünülməyən, intellektual olaraq belə deyək də, background yaradılmayan bir mifoloji strukturdan keçirik və bunu yaşayırıq, sadəcə yaşayırıq. Amma cəmiyyət həyatının daha maraqlı olması üçün, ən azından intellektuallar üçün bunun daha maraqlı hala gələ bilməsi üçün bu mifoloji həyatla fərdlər arasında da məsafə olmalıdır ki, o məsafə düşüncəni yaradır. Yəni mif yaranır, amma həmçinin bu mif haqqında düşünən bir mərkəz, müəyyən bir strukturda olmalıdır.